Bugün biz xoşbəxt həyatın 3 sirri barəsində danışacağıq. Salam, əgər biz İslamın bütün əxlaqi tövsiyələrini araşdırsaq, görərik ki, onların böyük əksəriyyəti 3 əsas mövzu ətrafında cəmləşir. 1. Özün ilə Allah arasını düzəlt. İnsan ictimai varlıqdır və buna görə də onun həyatının yaxşılaşması, daha doğrusu onun həyatının təməli ictimai münasibətlərin düzgün tənzimlənməsindədir. Bəzən insan hamı ilə münasibəti düzəltməyə çalışır, amma özü ilə Allah arasındakı münasibəti düzəltməyə növbə çatmır. Deyir, evdəkilərlə aramı düzəldim, əvvəlcə ata-anamla münasibəti düzəldim, dostlarımla, iş yoldaşlarımla, işçilərlə münasibətlərimi yaxşılaşdırım və s. Sonra Allah ilə öz münasibətimi düzəldərəm. Halbuki bütün bu münasibətlərin əsası Allahla olan münasibətdir. İmam Əli əleyhissalam bu barədə buyurur, Mən əsləhə ma beynəhu və beynəllah, əsləhəllahu ma beynəhu və beynən nas. Bu həqiqətən də insan üçün gözəl bir həyat şüarıdır. İmam buyurur, kim özü ilə Allah arasındakı münasibətini düzəltsə, Allah da onun insanlarla olan münasibətini düzəldər. Deməli, ictimai münasibətlərin yaxşılaşdırılması və arzu olunan şəkildə olması üçün ilk növbədə insan Allahla münasibətini düzəltməlidir. Necə ki, hədis-i qüdsüdə buyurulur, Mən kənə lilləh, kənəllahu ləh. Kim Allah üçün olsa, Allah da onun üçün olar. Bəziləri elə düşünür ki, Allaha üz tutmaq, Allahdan kömək istəmək yalnız axirət işlərinə aiddir. Buna görə də bütün münasibətlərinin sonuna saxlayır Allahla münasibəti və nəticədə dünya işlərinin də hamısı xoşa gəlməz və ən azı arzu olunmaz şəkildə olur. Halbuki Quran-ı Kərim buyurur, Mən kənə yuridu səvabə dunya fə indallahi səvabu dunya vəl axirə. Nisa surəsi 134-cü ayə. Kim dünya mükafatını istəyirsə, bilsin ki, dünya və axirətin mükafatı, dünya və axirətin neməti Allahın yanındadır. Deməli, həm dünya, həm də axirətin açarı Allahla münasibətin düzgün qurulmasındadır. Elə isə, əgər biz Allahla münasibətimizi yaxşılaşdırsaq, deməli, bizim dünya işlərimiz də öz axarı ilə və gözəl, arzu olunan şəkildə davam edəcək. 2. Faydasız və mənasız işlərdən çəkinmək. Faydasız iş o işə deyirlər ki, nə insanın dünyasına fayda verir, nə də axirətinə. Bəzən faydasız danışıq olur, bəzən faydasız gediş-gəliş, bəzən də faydasız məşğuliyyətlər. Sevimli Peyğəmbərimiz Həzrəti Muhammed sallallahu aleyhi və aleyh buyurur, Min husnil islamil mər'i tərkuhu ma la ya'ni. İnsanın gözəl müsəlmanlığının əlaməti budur ki, ona aid olmayan və faydası olmayan işləri tərk eləsin. Yəni, gözəl müsəlman o müsəlmana deyilir ki, o faydasız, mənasız, bihudə işlər eləmir. Quran-ı Kərim Möminun surəsində Allaha iman gətirənlərin gözəl xüsusiyyətlərini açıqlayarkən buyurur, وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِزُونَ. Allaha iman gətirənlər o kəslərdilər ki, onlar faydasız və boş işlərdən çəkinirlər. Yəni, üz döndərirlər. Mənasız işlər o qədər dəyərsizdir ki, Allah Taala
Quran-ı Kərimdə cənnəti təsvir edərkən xüsusi olaraq buyurur: La yesma'una fiha lagvan və la ta'sima. Bu həqiqətən də faydasız və mənasız işlərin insanın həyatına nə qədər zərbə vurmasının əlamətidir. Ayə buyurur: onlar orada, yəni cənnətdə nə boş söz, nə də günaha səbəb olan bir söz eşidəcəklər. Yəni cənnətdə qətiyyən faydasız, mənasız, bihudə işlər yoxdur. Budur ki, Allaha iman gətirən insan öz ömrünü belə işlərə sərf eləməz. Yəni faydasız, mənasız, bihudə, boş işlərə sərf eləməz. 3. İnsanlarla gözəl rəftar elə. İmam Cəfər Sadiq əleyhissalam bir həyat düsturu bizim üçün verib. Buyurur: Ləyyin canibək və tayyib kəlamək və talqi əxak bi bişrin həsən. Öz rəftarını, yəni davranışını, əməlini mülayim elə. Sözünü gözəlləşdir və müsəlman qardaşlarınla gülərüzlə rəftar elə. Onlarla gülərüz qarşılaş. Allaha iman gətirmiş insan evdə də, küçədə də, iş yerində də insanlarla gözəl davranmalıdır və əsl hünər də budur ki, imam buyurur həqiqətən də ki, əsas 3 sütun var insanın xoşbəxtliyində. Rəftarını mülayim elə, yəni sərt rəftarlardan çəkin, gözəl danış, gözəl sözlər və gözəl şəkildə de və insanlarla gülərüz ol, sərt, qaba olma. Bizimlə münasibətdə olan hər kəsə, ata-anaya, həyat yoldaşına, övladlara, qohumlara, tələbələrə, iş yoldaşlarına, işçilərə və dostlara qarşı gərək biz gözəl əxlaq nümayiş etdirək. Sevimli Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və aleyh buyurur: Tubə limən hasunə mə'ən nasi xulquh və bəzəl ləhum mə'unətəh və ədələ ləhum şərrə. Xoş o insanın halına ki, başqa insanlarla gözəl rəftar edir. Onlara əlindən gələn köməyi edir və öz zərərini onlardan uzaq saxlayır. Yəni, heç kimə ziyan vurmur, heç kimə pislik eləmir. Başqa bir hədisdə sevimli Peyğəmbərimiz Həzrət Əli əleyhissalama nəsiyyət eləyərkən buyurur: Ya Əli, əhsin xalqəkə mə'ə əhlik və ciranik və mən tuaşir və tusahib minən nas. Ey Əli, ailən ilə, qonşularınla və ünsiyyətdə olduğun bütün insanlarla gözəl əxlaqla davran.